Hamiləliyin 31-ci həftəsi və hamiləliyin 2-ci və 3-cü trimestrində hamilələri narahat edən karpal tunel sindromu haqqında danışacağam. Hamiləliyin 31-ci həftəsində dölümüz 1 kilo 400, 1 kilo 700 qramdır. Artıq kifayətçi böyükdür. Ölçüsü də 42-43 santimdir. Dölün sinir sistemi yetkinləşir, yuxu və oyaq olduğu periodlar daha da sistematik olur, amma yeri artıq bir qədər məhdudlaşıb. Ona görə hərəkətlərini daha az, daha güclü, amma daha az hiss edə bilərsiniz. İmmun sistemi yetişir, artıq dölün immun sistemi antitellar ürətməyə başlayır. Anada 3-cü trimestrdə yenə bəzi şikayətlər əmələ gəlir. Yorğunluq, yuxu halı, ayaqlarda şişkinlik, mədədə yanma, ayaqlarda damar genişlənməsi kimi şikayətlər ola bilər. Yenə də yüngül fiziki aktivlik, gəzmək, üzgüçülüklə, pilateslə məşğul olmaq, lifli qida istifadə etmək və bol maye içmək tövsiyə edirik. Kalsi və maqnezium istifadəsinə bu həftələrdə diqqət etmək lazımdır. Ayaqlarda qıcolmalar, keymələr varsa, mütləq əlavə dəstəkləyici kalsi və maqnezi əlavəsi pasiyentə yazılmalıdır. Bəs karpal tunel sindromu nədir? Hamilələrin hardasa 30-40%-ı əlində, biləyində özəlliklə keymə, deməli, belə bir iynə batma hissi, şişkinlik, gücdə azalma və ağrı hiss edə bilər. Bu hamiləlikdə baş verən ödəmlə əlaqəlidir, su toplaması ilə əlaqəlidir bədəndə və hormonal dəyişikliklərə bağlı olaraq sinirlər daha həssaslaşır, ödəm daha da artır. İkinci səbəb də budur. Üçüncü səbəb də bəzən yatanda və yaxud da gün içində biz biləyimizi, belə deyək, müəyyən bir, belə bir əyilmiş pozisiyada saxlayırıq. Məsələn, yatanda bu şəkildə saxlamışıqsa əlimizi başımızın altında, o da bu karpal tunel sindromunu artırır. Bəs belə bir şikayət varsa biz nə etməliyik? Qidalanma ilə əlaqəli duz və karbonhidrat istifadəsini azaltmalıyıq, çünki bunlar ödəmi artırır. Maye və protein qəbulunu artırmalıyıq. Maqnezium və kalsi istifadə etməliyik sinirlərimizin ağrısını azaltmaq üçün və gün içində bəzi hərəkətlər eləməliyik. Bunlar əli açıb bağlamaq kimi hərəkətlərdir, barmaq uclarını bir-birinə toxundurmaq kimi hərəkətlərdir, önə və çölə doğru biləyi əymək kimi bir hərəkətlərdir. Eyni zamanda da gün ərzində uzun müddətli bu biləyi əyilmiş şəkildə saxlamamaq, yəni belə bir pozisiyada oturmamaq, hansı ki karpal tunel sindromunu artırır. Ağrını azaltmaq üçün əlləri soyuq suya və yaxud da isti suya salmaq, hətta bunu kontrast şəkildə etmək. Əvvəl soyuq suya, sonra da isti suya. Bir də müəyyən ortopedik şinalar geyinmək gecə ki, əlimiz gecə vaxtı əyilməsin. Əgər ağrı şiddətlidirsə, ağrı kəsici, parasetamol, acetaminofin içərikli parasetamol kimi istifadə oluna bilər.